Kədər əzab əziyyətlə gəlib çıxmışam bu şəlaləyə. Bəh, buna bax. Gedim bilet alım. Mən də yellənim burada. Tık tık da eləyir. Lap elə bil poyezdla gedirəm. Ay, spustda biraz. Ay. Bura Laza şəlaləsi yoludur. Salam mənim əzizlərim. Bu dəfə yolum Şahdağadır. İstədim sizə buranın gözəlliyini göstərim. Hələ ki yol üstü gedirəm. Hələ ki Qusardayam. Baxın görün necədir buralar. Hava da çox gözəldir. Biraz da sərinlik var. Görəsən bu nə ağacıdır? Çox qəribə ağacdır. Heç mən belə ağac görməmişəm. Hər tərəf yaşıllıq, gözəllik. Bura Şahdağdır. Yəqin ki, çoxlarınız burada olmuşsunuz qış vaxtlarında. İndi isə yaydır və yenə də insanlar gəlir dincəlməyə. Hava da biraz sərindir. Yayın istisindən bura qaçırlar. Ora oturub qalxırsınız dağların başına. Bəh, buna bax. Legenda. Burada da motorlar var. Kvadratsikl turları var. Bu böyükdür. Bu da uşaqlar üçündür. Əzizlərim, burada da zipline var. Özdə ən hündürü və ən uzun yolu olan zipline'dır. Uşaqlar üçün əyləncə mərkəzi də var. Uşaqların sevimli yeri. Hoplansınlar, tullansınlar özləri üçün. Siz də dincəlin. Qovrulmuş şabalıd da satırlar. Qarğıdalı da qızardılmış. Bura hələ belə yol üstü gəldik. Düzdür, buranın gözəlliyi əsasən qış aylarındadır. İndi isə insanlar azdır. İstəyənlər ancaq gəlir. Amma hava sərindir. Daim hərəkətdə olun. Dear guests, welcome. Amerikan Gorkası adlanan əyləncədir. Başlanğıc buradadır. Buradan oturub aşağıya doğru sürüşürlər. Bunları gördüm, mən də həvəsə gəldim. Gedim bilet alım. Mən də yellənim burada. Amerikanski Gorki знаменитый. Bir bilet adam başı 25 manat təşkil eləyir. Bunu da biləsiniz. Amma qorxuram bir tərəfdən də. Eybi yox. Ekstrem də hərdən lazımdır. Tık tık da eləyir. Lap elə bil poyezdla gedirəm. Amma görüntü çox əladır. Durub baxanda başqa mənzərədir. Burada yelləndə vəbşə başqa mənzərədir. Amma mən sizə deyim, heç də qorxulu deyil. Elə də qorxurdum ki, dedim bəlkə, oy, qorxacam. İndi baxım, dəlşi necə olacaq. Yay olsa da, millət doludur. Görün də burada qışda nə baş verir. İnşallah bir dəfə də qışda gələcəyəm bura. Qışın da burada öz ləzzəti var.
Hə, yuxarı qalxdıq, indi aşağı düşəcəyik. Amma aşağı düşmək çox belə qorxuludur. Ay, spustda biraz. Ay, 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 ay. Ay, aşağı gidəndə yaman qorxulu da. Oy, qorxdum. Ay, nə vaxt duracaq bu? Ay. Oy, şükürlər olsun ki, gəlib çatdıq. Yox, çox gözəl idi. Məkan da belə Al Bişir restoranı adlanır. Əti buradan alırsan, orada özün üçün kebab edirsən. Baxın, öz təndiri olan restoran. Necədir sizin üçün? Əti alırsan, elə burada da satırlar. Qəşəng kənd əti. Burada od qalırlar ortada. Yuxarı qalxdım biraz. Üzürlü sayın. Hə, əti marinad elirsən, burada qəşəngcə qızardırsan, isti yeyirsən. Necədir sizin üçün? İstəsəniz qapısını da örtə bilərsiniz. Burada Şağdağ otel və spadır. Maraqlı bir məkandır. Özünün dükanları, sineması. Əcəb sakitçilikdir. Baxın, qanatlar hara çıxırlar. O mahnı var, xalq mahnısı. Dağlarda duman gözəldir. Bax, həmən mahnı bura aiddir. Bura Laza şəlaləsi yoludur. Çox gözəldir, çox. Havası da ki, sözlə demək olmur. Baxın, dağların başında hələ də qar var. Əla mənzərədir. Hava yama tutqundur, deyəsən yağış yağacaq. Bu qədər əzab əziyyətlə gəlib çıxmışam bu şəlaləyə. İndi hava bizim bəxtimizə deyəsən yağış dökəcək. Özdə bura sürüşmə zonasıdır. Tez çəkilişimizi eləyək, qaçaq buradan. Amma şəlalə ləzzətlidir, çox ləzzətlidir. Çoxdan istirdim bura gəlmək. Oyda Ramaşka çəmənliyi. Əzizlərim, bu dəfəki Şağdağa qısa turumuz sona çatdı. Qayıdırıq şəhərə. İnşallah görüşənə dək. Amma Şağdağa gəlməyə dəyər. Gəlin yenə də gəzin. Yayın da öz gözəlliyi var. Salamat qalın. Görüşərik.